Əziz Tapşırıq TV izləyiciləri, hər birinizi xoş gördük. Bugün sizinlə 5-ci bölmənin ümumiləşdirici təkrar mövzusunu izah edəcəyik, çalışmalarına baxacağıq. Vaxt itirmədən kanalımıza abunə olun. Bəyənin. Paylaşın. Aşın. Əlaqə üçün də 050 72 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Buraya yazmayayım. Çünki buradan çalışma yazacağım. Burada qalsın. Deməli, fərqləndirilmiş sözlərin yerini dəyişməklə cümlələri yenidən qur. Anar qapıya top vurdu. Anar top. Qeyri-müəyyən təsirli kalı xəbərin yanından əvvələ gətirəndə o müəyyən təsirli kala çevirir. İndi quş yemi ində balalarına gətirirdi. Burada çalışıb sənə yazacağım. Nərgiz cəbhədə döyüşən qardaşına məktub yazdı. Nərgiz bu döyüşən yazdı. Sözlərin qrammatik formasında deməli qeyri-müəyyən təsirli çalda olan sözlər müəyyən sirlik hala çevrildi. Keçdi yazaq. Keçdi. Bu da qrammatik formasında dəyişilir. Yəni şəkilçisini gördük. Hansı feillər təsirli çalan sözlə işlənə bilər? Məsələn, biz götürək kitabı. Kitabı götürdü. Kitabı qarşılaşdı olmaz. Kitabı olmaz. Kitabı onun dəftəri olur burada. Qalmaq. Məsələn, çantası. Yəni mənzibə kitabı təriflədi. Olmur. Kitabı qaçdı yox. Oğlu. Onun oğlu da dərdi. Almanı dərdi. Dostunu qarşılaşdı. Olmur. Deməli bunlar qeyri-müəyyən təsirli kal ya da digər hallardan işlənir. Təsirli kalda işləyənləri qeyd elədik. Deməli 5 qazan 5-6 nəfər insana aiddir çünki 6 cüt corab 12 baş qoyun 4 vaqon yük. Növbəti. Tamamlıqların altından xətt çək, ifadə vasitələrini göstər. Hər deyilənə, nəyə? Tamamlığın xətti qırıq-qırıq uşaqlar, feil nədir? Həyatda heç kimi əvəzlikdəndir. Müəllim divardan xəritəni asdı, isimləndir. Aza, nəyə? Saynandı. Qocaya, kimə? Sifətləndir. Qoca sözü isimləşib kimə sualına cavab verir. Bununla da 5-ci bölmənin ümumiləşdirici təkrar tapşırıqları bitdi. Növbəti videolarda görüşərik. Hələlik.